Hansısa süni intellekt bir ailənin sonunu hazırlaya bilərmi? ABŞ-da 17 yaşlı bir gənc tam 2 nəfərin qətlini ChatGPT ilə addım-addım planlaşdırdı. Arjun Aravind adlı yeniyetmə süni intellektə bədi hekayə yazıram deyərək suallar verib. Qurbanları zirzəmiyə necə cəlb edəcəyini, telefonları necə gizlədəcəyini algoritmlə simulyasiya edib və nəticədə anasını və 14 yaşlı qardaşını qətlə yetirib. Ən dəhşətlisi isə budur. Atası təhlükəni hiss edib evdəki bıçaqları gizlətmişdi. Oğluna telefon işlətməyi qadağan etmişdi. Lakin real həyatdakı qadağalar ekran arxasındakı qaranlıq planın qarşısını ala bilmədi. İndi həmin gənc yetkin şəxs kimi mühakimə olunur. Sizcə, burada əsas təqsirkar rəqəmsal nəzarətsizlikdir, yoxsa psixoloji problemləri görməyən valideyn? Fikirlərinizi şərhdə yazın. Daha çox belə dosyalar üçün səhifəni izləməyi unutmayın. Müəmmar Qəddafi. O kim idi? Səhradan hakimiyyətə, oradan da kanalizasiyaya uzanan bu qanlı dosyenin bütün qaranlıq məqamları və dəhşətli təfərrüatları artıq Cinayət Dosyası YouTube kanalında yayımdadır. Tam videonu izləmək üçün YouTube kanalımıza keçid edin.